Mənim əmək kitabçamda hal-hazırda, əgər mən yadımda səhv qalmayıbsa, 14 dənə iş yeri var. Çox uzun müddət o işdən sonra, bu işdən sonra mən heç cürə özümə yaxşı iş tapa bilmirdim. Və mən ümumiyyətlə işdən çıxdım. Dedim ki, 300-500 manatlıq işlərdə mən haçana qədər işləyəcəm. 2019-cu ildə mən bir də arxaya baxdım ki, mənim arxamda heç nə yoxdur. Nə mənada deyirəm, heç nə yoxdur. Karyera qura bilməmişəm. 32 yaşım var, 2019-cu ildə. Baxdım ki, mənim 32 yaşım var. Arxada da bir pul qazanmamışam, yaxşı karyera qura bilməmişəm. Və mən onu anladım ki, sən demə, bunu başa düşdüm ki, iş yolu ilə mən bunu eləyə bilməyəcəm də. Mən baxdım, gördüm ki, mən bugün özümə nə elədim, elədim. Ona görə mən başa düşdüm ki, çətindir, yıxıldın. Allah canını sağ eləsin. Dur, bir də elə. Dur, bir də elə. Ona görə mən həm işdə, həm biznes, həm bayaq sizə dedim, sement zavodda işləyəndə, həm o işi gör, həm bunu elə. Və mən başa düşürdüm ki, bu əziyyətin bəhrəsi günlərin bir günü odur ki, sən artıq biznesini quracaqsan və biznesinin çörəyini yeyəcəksən. İnsanın ikinci şansı qalmayanda, çarəsi qalmayanda, onun bir dənə yolu var qabağa.